Radionun tamaşa salonu. Hörmətli dinləyicilər, bugün sizə görkəmli türk yazıcısı Rəşad Nuri Güntəkinin Damğa povestinin radyo tamaşasını təqdim edirik. İstanbul'un məşhur zadəganlarından olan Xalis Paşanın xanımı öldükdən sonra evi və uşaqları lələlərin və dayələrin ümidinə qalmışdı. Kiçik oğlu İffəti mərhum xanımın Kamiyab adlı qoca çərkəs dayəsi böyüdürdü. İffət çox zirək və dəcəldi. Evdə ona tay uşaq yoxdu. Xalis Paşa nədənsə uşaqları məktəbə vermək istəmirdi. Müzəffəri 17, İffət isə 14 yaşınadək Xalis Paşanın dostu Mahmud Əfəndi oxutdu. Xalis Paşanın özündən 1-2 yaş kiçik Xədicə adlı bir bacısı vardı. O, Qara Mürsəldə ərindən qalma malikanəsində olurdu. Xədicə xanım 2 qız çocuğu ilə dul qalmışdı. Xalis Paşa hər yay Müzəffərlə İffətə 1 ay izin verir, onları Xədicə bibilərinin yanına havalarını dəyişməyə göndərirdi. Bura İffətin ən çox sevdiyi yeridir. Xədicə bibi onu çox sevir. Bütün dəcəlliklərinə göz yumurdu. Burada, yaxınlıqdakı dərə kənarında bir dəyirman xarabəsi vardı. Arkadaşları ilə bərabər İffət daima bu həndəvərdə dolaşar, fəqət dəyirmanın bağçasına girməyə cəsarət etməzdi. Deyilənə görə, dəyirmanın önündə bir xəyal dolaşır, axşam vaxtlarında oradan keçən yolçuları bataqlığa çəkirmiş. İffətin çox xoşladığı bu əhvalatı bibisi bir neçə dəfə ona söyləmişdi. Vaxtilə qarşı təpədəki kənddə saçı topuqlarına qədər enən bir gözəl qız var imiş. Vaxt olur ki, onun nişanlısı İsmaili əskər aparıb Yemənə göndərirlər. Qızın heç kəsi yoxmuş. Dəliqanlılar onu almaq istəyirmişlər. Kəndin qocaları baş-başa verib xeyli düşünmüş. Yemənə gedən bir daha gəlməyəcək qızım. O ölmüşdür deyə onu ağlada-ağlada bir dəyirmanın sahibi qoca Qafar ağaya ərə vermişlər. Aradan 2 il keçmiş. Günün birində İsmail qayıtmışdır. Kəndlilər, biz səndən ümidimizi kəsib qızı Qafar ağaya verdik. Nə etməli? Allah sənə də başqa qismət versin demişlər. O gündən İsmailin peşəsi axşam üstüləri yanıqlı-yanıqlı nəğmələr oxuyaraq dəyirmanın dalındakı yoldan keçmək, zavallı Ayşəni ağlatmaq olmuşdur. Nəhayət, Qafar ağanın kəndə getdiyi bir gecə 2 nişanlı dəyirmanda görüşmüşlər. Ağlaya-ağlaya başlarından keçəni biri-birinə söyləyərkən çöldə köpəklər hürməyə, qapı vurulmağa başlamışdır. Onlar Qafar ağanın kənddən qayıtdığını anlamışlar. Dəyirmanda isə gizləniləcək bir yer yoxmuş. Sevdiyi qadının namusu ləkələnməsin deyə İsmail dəyirmanın yüksək daş oyuğundan özünü çaya atmış. Zavallının heç ölüsü də tapılmamışdır. İffətə sevda haqqındakı ilk xəyalı bu əhvalat vermişdi. O, lap əvvəl qorxmuş, dəyirmanın ətrafındakı qoz ağaçları ona bir qəbristan kimi görünmüşdü. Lakin illər keçdikcə bu sadə rəvayət İffətin zehnində süslənir, məna və təsiri dəyişirdi. Bu rəvayət mənə eşqi, sevilən qadın üçün özünü fəda etməyi öyrətdi. Bir axşam Xalis Paşa İffəti otağına çağırdı. İffət, səni edadi məktəbinə göndərəcəyəm.
sabaha hazırlaş. Bu İffət üçün gözlənilməyəcək bir səadət idi. Məktəbdə onun kimi 5-3 kübar uşaqları da vardı. Bu bir-birinə bəy əfəndi deyən kiçik ağalara o heç cür isnişmədi. Onun məktəb uşaqları içində ən çox sevdiyi, özünə səmimi dost sandığı Cəlal idi. Soyuq bir qış səhəri idi. İffət məktəbə gəlib Vəcdi bəy adlı gənc bir müəllimin gecə həbs edildiyini eşitdi. O, dostu Cəlaldan bu əhvalatın səbəbini bilmək istədi. Sən necə bilirsən Cəlal? Vəcdi bəyi nə üçün tutmuş olarlar? Deyirlər bir imzasız məktub göndərmişlər. Vəcdi bəyin bəzi böyük tələbələrə məşrutiyyətdən bəhs etdiyini yazmışlar. Bu alçaqlığı kim etmiş ola? Məktubu tələbələrdən kimin yazdığını müəyyən etmək istərkən, ilk ağla gələn İffətin adı olur. Onu müdür otağına çağırırlar. Bu məsələ ilə əlaqədar əlavə məlumat toplamaq niyyəti ilə buraya gəlmiş bir neçə yavər İffəti sorğu-suala tuturlar. Bu Vəcdi bəy haqqında yəqin ki bir şey bilirsiniz. Bilmirəm. Bu məktubu kimin yazdığından da mənim xəbərim yoxdur. Vəcdi bəy ara sıra yoldaşlarınıza məşrutiyyətdən bəhs edərdi. Elə deyilmi? Bilmirəm. Məndən nə üçün soruşursunuz? Paşa atanız bu cür cavab verdiyinizi eşitsə, sizdən heç razı qalmayacaqdır. Mən xəfiyyə deyiləm, Yavər bəy. İffət haqqındakı şübhə tələbələr arasına da yayılmışdı. İffət bunu müdirin otağından qayıdarkən duydu. Cəlal, alçaqlar məni nə qədər sıxışdırdılar. Bilirsənmi nələr soruşdular? Sən kimdən bilirsən Cəlal? Bu alçaqlığı kim eləmiş olar? Səndən başqa kim eləyər? İndi bu şübhəni İffət öz üstündən necə götürəcəkdi? O, sarsılmış bir halda özünü evə çatdırır. Ertəsi gün atası onu yanına çağırır. Səndən şikayət var İffət. Dünən bir məsələ üçün məktəbdə səndən məlumat istəmişlər. Münasib olmayan bir tərzidə cavab vermişsən. Bir şey bilmirdim, paşa atam. Günahın tək bundan ibarət deyil. Məktəbdən də qaçmısan. Yoldaşlarımın üzünə necə baxım, paşa atam? Hər kəs məni xəbərçi sanır. Məni artıq məktəbə göndərməyiniz. Bura bax İffət. Hər kəsdən bilmədiyi, hətta bildiyi şeyləri soruşa bilərlər. Necə ki, məndən soruşurlar. Bilmirəm deyə cavab verirəm. İnsan üçün hər şey deyə bilərlər. Adamın vicdanı təmiz olsun. Allaha and içirəm ki, mən xəfiyyə deyiləm İffət. Artıq bu əhvalat baş verən gündən xeyli keçmişdi. Kamiyab dayənin dəfn edildiyi gün idi. İffət evə qayıdarkən Cəlalla rastlaşdı. İffət bəy, sizə bir şey demək istəyirəm. Buyurun. Keçən il sizə qarşı haqsız rəftar etdim. Həqiqət sonradan meydana çıxdı. Vəcdi bəyi şeytanlayan, onun yerinə göz tikən bir müəllim imiş. Məktubla sizdən üzr istəyəcəkdim. Olmadı. Məni bağışlayın. Cəlal, bilsən məni nə qədər sevindirdin. Elə bil İffətə dünyanı bağışladılar. Günlər keçir, Türkiyədə məşrutiyyət elan olunurdu. Bu xəbəri İffət Qaramürsəldə eşidir. O, İstanbula gəlib, evlərini çox pərişan bir halda görür. Böyük bacısı xəstə yatır, yeznəsi Misrə qaçmış, Xalis Paşanı həbs etmişlər, harada olduğu da məlum deyil.
Qohum-ağrabadan, dostlardan kimsə qapını döyməyə cəsarət etmirdi. 3-cü gün Mahmud əfəndi gəldi. İffət oğlum, axır ki öyrəndim. Xalis Paşan polis idarəsində dustaqdır. Midilliyə sürgün ediləcəkdir. Uzun əziyyətdən sonra İffətlə Mahmud əfəndiyə Xalis Paşanı görmək müyəssər oldu. Dünya bir mütəmadi inqilab dünyasıdır. Ürəyini sıxma Mahmud əfəndi. Evdəkilər nedirlər? Qorxudan xəstələnən yoxdur ki. Xeyr paşa atam. Biz çox güman sabah hərəkət edərik. Mən sizinlə Midilliyə gedəcəyim paşa atam. Tək getməyiniz yaxşı deyil. Yanınızda sizi çox sevənlərdən bir nəfər olsa yaxşıdır. Çox gözəl İffət. İffət 2 il yarım Midillidə atası ilə qalır. Xalis Paşa sürgündə vəfat edir. Atasının ölümündən sonra İffət İstanbula dönür. İndi o, təhsilini davam etdirməklə özünə kiçik bir iş də tapmalı idi. Mahmud əfəndi Xalis Paşanın öldüyünü və İffətin işsiz qalaraq ağır vəziyyət keçirdiyini biləndən sonra axtarıb ona bir iş tapır və sevinə-sevinə İffətin yanına gəlir. Sizə gözəl bir iş də tapdıq. İffət bəy, mənim bir köhnə qonşum var, Cəlil Kərim bəy. Onun uşaqlarına həftədə 2 dəfə dərs demək lazımdır. Yaxşı pul verəcək. Çox minnətdaram Mahmud əfəndi. İffətin işi artıq yaxşı idi. Lakin Vədiyə xanımla tanışlıq, Vədiyə xanım Cəmil Kərim bəyin 2-ci arvadı idi. İffət bəyin tələbələri Xəndanla Kamal Cəmil Kərim bəyin 1-ci arvadındandır. 9 il əvvəl anaları ölmüş, ataları heç 3 ay belə gözləmədən İzmirli bir tacirin qızı Vədiyə xanımla evlənmişdi. Vədiyə xanım çoxdan idi ki, İzmirdə ağır xəstə atasının yanında idi. Atası öləndən sonra o 6 yaşlı balaca Nihadla evinə dönmüşdü. Sizə yeni bir tələbə əfəndim. Nihad da qardaşları ilə bərabər oxumaq istəyir. Dinc oturarsa, sizdən rica edəcəyimi vəd etdim. O gündən İffət Vədiyə xanımı tez-tez görməyə başlamışdı. Bəzən o, Vədiyə xanıma uşaqları ilə bağçada gəzərkən təsadüf edirdi. 5-10 kəlmə danışıb, ayrılırdılar. Vədiyə xanım hərdən bir dərslərə də gəlirdi. Yavaş-yavaş İffət bu ailənin üzvü olmağa başlamışdı. Uşaqlar ona çox istişmişdilər. İffət isə Vədiyə xanıma baxdıqda, onun ilk görüşdə adətən diqqəti cəlb etməyən çöhrəsində gizli gözəlliklər tapırdı. Bir axşam Cəmil Kərim bəyin qonaqları dağıldıqdan sonra İffət otağına getmək üçün bağçadan keçərkən Vədiyə xanımın dəniz tərəfdəki badam ağaclarının altında tək başına dolaşdığını görüb özünü görməməzliyə vurur. İffət bəy, sabah İstanbul'a gedəcəksiniz. Bir əmriniz mi var? Vədiyə xanım çox mütəəssir bir halda başını aşağı əyib susur. Hava sərindir. Dayanmayın bağçada. Özüm istəyirəm dayanım. Başım biraz ağrıyır. Demək, sabah gedirsiniz. Nə vaxt qayıdacaqsınız? Çox güman Pənşənbə günü. Dediğiniz kitabı da o gün getirərsiniz. Yəqin. Əgər işim çox olsa, gəlməsəm, göndərərəm. Bilirsiniz ki, imtihanlar yaxınlaşır. Dərslər çox çətindir. Təxminən doğrudur. Bir daha sizi görməyəcəyik. Nə üçün? Nə olub ki? Bu axşamki münasibətsiz hadisə üçün. Hansı hadisə? Bir-birimizi aldatmayaq. Rica edirəm. Rıfkı bəy sizinlə kobud rəftar etdi. Nə üçün cavab vermədiniz? Niyə ona öz həddini bildirmədiniz? Mən bir xanım. Mən kiməm ki? Aylıq maaşa tutulmuş bir adam ağasının qonağı ilə
necə pis rəftar edə bilər? Yox, siz çox məğrursunuz. İcazə verin, mən gedim, xanım. Sabah görüşə bilərikmi? Tezdən getməliyəm. Uşaqlar sizi nə qədər sevirdilər. Mən də onlara öyrəşmişdim. Onları öz qardaşlarım, uşaqlarım kimi xatırlayacağam. Təbii, sizi də unuda bilməyəcəyəm. Mənə bu qədər əhmiyyət verdiyinizə görə həmişə sizə minnətdar olacağam. İffət bəy, bilirəm. Cəmil Kərim bəyi də, onun qonaqlarını da xoşlamırsınız. Ancaq qalın. İffət həyəcanla Vədiyə xanımın üzünə baxdıqda, onun yarı qapalı uzun kipriklərinin ucunda 2 iri yaş damlası parladığını gördü. Çox gözəl. Qalıram. Siz belə deyəndən sonra zillətin nə əhmiyyəti? Bu, İffətin ilk eşqi idi. Başından 1-2 gənclik macerası keçməmiş değildi. Lakin bunlar ötüb keçən könül əyləncələri idi. Vədiyəni isə qəlbinin bütün məsumluğu ilə sevməyə başlamışdı. Dünya İffət üçün bu eşqin ətrafında bir çərçivədən ibarətdir. Günəş bu sevda üçün doğub batır, mövsümlər onun üçün dəyişirdi. Gecələri dəniz kənarında görüşürdülər. Vədiyə də 15 yaşlı qız kimi ehtiyatsız olmuşdu. Bir gün burada görülə biləcəkləri ehtimalını heç ağlına belə gətirmirdi. Nihatla ayrı otaqda yatırıq. Uşağın gecələr oyanmaq adəti yoxdur. Ancaq bilmək olmaz. Gecənin birində mənim orada olmadığımı duyarsa... Elə bilərlər, hava udmaq üçün bağçaya çıxmısınız. Birdən axtarsalar, ya buraya gəlsələr. Mən səssizcə özümü suya bıraxaram. Səni yalnız taparlar, şübhə eləməzlər. Vədiyə bunu bir lətifə zənn etdi. Halbuki İffət doğru deyirdi. O, Vədiyəyə dəyirman haqqındakı rəvayəti danışdı. Bu rəvayəti İffət, onlar hələ dəniz kənarında ilk dəfə görüşdükləri zamanda xatırlamışdı. Onların vəziyyəti bu rəvayətə necə də bənziyirdi. Günlər keçdikcə İffət öz ümidsiz eşqi üçün bundan yaxşı bir nəticə düşünə bilmirdi. Dörd ay belə davam etdi. Artıq qış girmişdi. Dəniz kənarında görüşmək mümkün değildi. Cəmil Kərim bəy işi olduğundan həftədə 1-2 gecə şəhərdə qalırdı. Vədiyə Cəmil Kərim bəylə yaxşı bir gün görməmişdi. Ərini nəinki sevmirdi. Heç ona hörməti də yoxdu. İllərdən bəri bir evdə ayrı yaşayırdılar. Onlar otağa keçdilər. Həqiqi nəcabətin bir insana verdiyi gözəlliyi sən təsəvvür etmirsən İffət. Bu dəlliyi bir də etməyək. Gələn yaza qədər səni yalnız uşaqların yanında görməklə kifayətlənim. Yaxşı mı? Necə istəyirsən? Ayaq səslərini eşidirmisən? Bağçada ayaq səsi var. Qorxma. Heç bir şey yoxdur. Sənə elə gəlir. Vədiyə yanılmamışdı. İffət bağçadan keçib buraya gələrkən, bağban qaranlıqda onun kölgəsini seçmiş, oğru zənn edərək qonşusuna və sonra polisə xəbər vermişdi. Çölə qaçmağa imkan yox idi. Vədiyə, tez yuxarı çıx. Öz otağına get. Məni yalqız bırax. Bu saat gəlib çıxa bilərlər. Bəs sən nə olacaqsan İffət? Mən qaçmağa çalışacağam. Mümkün olmasa təslim olacağam. Səni qurtarmaq üçün nə lazımsa edəcəyəm. Oğurluq üçün evə girdiyimi söyləyərəm. Bu
Sənin üçün çox çirkin bir ləkədir. Eybi yoxdur, qorxma. Vədiyə hıçqırıqlar içində yuxarı otağa qalxdı. Elə bu an polislər içəri töküldülər. Tərpənmə! Qollarını sarayın! Oğru! Götürün! İffəti həbs etdilər. Mühakimə günü Cəlal çox müstərib və əsəbi idi. O, İffəti bir güşəyə çəkib, son dəfə öz ürək sözlərini ona dedi. İffət, həyatının ən təhlükəli bir dönüş nöqtəsindəsən. Həm vəkilin, həm də yoldaşınam. İki cəhətdən səni qorumağa məcburam. Görürsən, səndən həqiqəti gizlətmirəm. İstiqbalın bugün məhkəmənin verəcəyi qərara bağlıdır. Bugün sənə damğa vurulacaq. Xalq səni artıq bir oğru kimi tanıyacaqdır. Halbuki sən fəqirsən. Yaşaya bilmək üçün başqalarının etimadına, hörmətinə möhtacsan. Görürsən ki, nə qədər açıq söyləyirəm. Başqa çarə yoxdur, Cəlal. Nə etməli? Məhkəmə hüzurunda deyə bilmərəm ki, mən oğru deyiləm. Gecə ora pul oğurlamaq üçün girməmişdim. Məqsədim başqa idi. Nə etməli? Olacağa çarə yoxdur, Cəlal. Mühakimə başlandı, lakin uzun sürmədi. İffəti 6 ay həbsə məhkum etdilər. Söyleyin anneme, annem ağlasın. Anamın oğlu var, beni neylesin. Məhkəmə salonundan çıxıb gedərkən, İffət pilləkan başında Mahmud əfəndini və Xədicə bibisini gördü. Sənə nə oldu İffət? Darıxma İffət. İnsanın başına hər şey gələ bilər. Bilirəm, sənə iftira etmişlər. Bu görüş İffət üçün çox ağır oldu. Hiss etdi ki, indi o damğalı bir səfildir. Yaxın adamların üzünə dik baxa bilməyəcəkdir. Həbsdə olduğu müddətdə İffət uzun zaman Vədiyəni görmək arzusu, onun bir gün buraya görüşməyə gələ biləcəyi ümidi ilə yaşadı. Lakin Vədiyə gəlib çıxmadı. Vaxt tamam oldu. İffət həbsdən buraxıldı. Sərbəst qalacağı, istədiyi yerə gedə biləcəyi günü səbirsizliklə gözləmişdi. Halbuki, indi adamlara qarışmaqdan çəkinirdi. Ona elə gəlirdi ki, hamı onun həbsdən çıxdığını bilir, hamı ona baxır. İndi mən təhsilimi də davam edə bilməyəcəyəm. Adi bir oğurluq üçün 6 ay həbsdə yatmış bir adamın ədliyyə məmuru olması, başqalarına cəza verməsi gülünc bir şey deyilmi? İndi mənə kim inanar? Üzümdəki damğa ilə kimdən bir şey istəməyə haqqım var? Cəlal haqlı deyildimi? Bu fikirlər içində İffət, axşamın nə vaxt düşdüyünü belə hiss etmədən, uzun müddət sahildə oturub qaldı. Arxada ayaq səsləri eşidincə başını çevirdi. Yaxından 2 polis nəfərinin gəzişdiyini gördü. Özü də hiss etmədən birdən-birə titrəyib ayağa qalxdı. Axı, damğalı bir adamın bu vaxt belə yerlərdə durmağa haqqı yoxdur. Həbsdən çıxandan sonra İffət 2 gün Cəlalgildə, bir gün də Mahmud əfəndigildə qaldı. Mahmud əfəndinin bu fəqir, namuslu ailə ocağı İffətə nə qədər xoş gəlirdi. Burada o, izah edilməz bir əmniyyət hissi duyurdu. O gecə Mahmud əfəndi keçmişlərdən danışdı. İffətin gözəl arzularından, nəcib təbiətindən söhbət açdı. Onlar danışarkən Mahmud əfəndinin
10 yaşlı nəvəsi Sədi lampanın yanında dərs öyrənirdi. Onun da dərdi vardı. Sabahki fransız dili dərsini hazırlamağa çətinlik çəkir, cəza alacağından qorxurdu. Kitabını gətir, mən sənə kömək eləyim. İffət hekayəni tərcümə etməyə başladı. Adı Oğru Pişik idi. İffət tərcümə etdikcə uşağın qızardığını hiss edirdi. Gözaltı Mahmud Əfəndiyə baxdı. Onu utanmış bir vəziyyətdə gördü. İffət oğurluğun yalnız pişiyə deyil, insana belə yaraşmadığını söyləyən hissiyə qədər bütün hekayəni tərcümə etdi. Lakin bundan sonra otağa bir nəşəsizlik çöktü. Mahmud Əfəndi dalğın-dalğın düşünürdü. Lampa belə qısılmış kimi görünürdü. Ertəsi günü İffət bir mağazanın yanında qardaşı Müzəffərlə rastlaşır. İffət özünü görməməzliyə vurub keçir. Deyəsən, Müzəffər də belə etmək istəyir. Lakin nədənsə birdən fikrini dəyişir. İffət, səni axtarıram. Haralardasan? Yerin də bəlli deyil. 4 gündür çıxmışam. Mən də elə hesab eləyib səni axtarmışam. Sən isə nə gəlmisən, nə də xəbər göndərmisən. Gəlin də səndən inciyir. Başına gələn qəza üçün bilirsən nə qədər fikir eləmişdir? Bir gecədə olsa gəlməliydin. Gələrəm inşallah. Gəlin bacıya mənim təşəkkürümü yetir. Nə vaxt gələrsən? Gəl elə bu gecə. Bu məcburi ziyarəti İffət həbsdə olduğu zamandan bəri düşünmüşdü. Odur ki, bu düşüncələrin əzabından bir gün tez qurtarmaq üçün elə bu günü getməyi qərara aldı. Çox gözəl. Gedək. Evdə İffəti heç bir şey olmamış kimi qarşıladılar. Balaca Nazihə İffətin qucağına atıldı. Gəlin uşağın qolundan tutdu. Əmini incitmə qızım. Toxunmayın. Qoyun oynayır. Bilirsiniz ki, mən uşaqları çox sevirəm. İnşallah sizin də gözəl-gözəl uşaqlarınız olar. Elə bil İffətin qəlbində bir şey qırıldı. O, gözəl bir arzusunun da puç olduğunu indi duydu. Mən artıq ata ola bilməyəcəyəm. Axı, necə də ola bilərəm? Uşaqlarım olsun, böyüsünlər, sonra da bir gün atalarının köhnə bir oğru olduğunu öyrənsinlər. Sən də öz uşaqlarından utanasan. Ailə başçısı olmaqdan bir mərrə ümidimi kəsməliyəm. Ehtimal bu qucağımda oturan məsum mavi gözləri ilə baxıb gülən balaca Nəzihə də bir vaxt mənə əmi deməyə utanacaqdır. Birazdan sonra qonaq gəldiyini xəbər verdilər. İffət Müzəffərlə arvadının baxışdığını gördü. Vaxt tapdılar gəlməyə də. Eybi yoxdur. Mən onsuz da yorğunam. Başım da çox ağrıyır. Elə yatmaq üçün müsaadənizi istəyəcəkdim. Sabah yenə söhbət edərik. Vallahi necə istəyirsən. İffət, öz evindir. İffət aydın görürdü ki, qonaqların yanına çıxmadığı üçün həm qardaşı, həm də gəlin nə qədər məmnundular. Az keçməmiş, gəlin xeyli təlaşla İffətin olduğu otağa qayıtdı. Bağışlayın, İffət bəy, sizi narahat edirəm. Nəzihənin oyuncaqları şkafda qalıb. Səhər birdən gec durarsınız. Oyanan kimi oyuncaqlarını axtaracaq. Çox qəribə uşaqdır. Gəlin İffətə göstərməməyə çalışaraq oyuncaq adlandırdığı şeyləri şkafdan götürdü. Çox həyəcanlı olduğundan bunlardan biri əlindən yerə düşdü. İffət sezdirmədən göz ucu ilə baxdıqda bunun bir mirvarı boyunbağı olduğunu gördü. Bu əhvalatdan bir neçə vaxt keçdi. Artıq İffət özünə ucuz bir otaq tapmışdı.
Hərdən bir də Cəlalın yanına gedib gəlirdi. Mən sənin idarənə deyəsən çox gedib gəlirəm axı. Bu sənin etibarını pozmaz ki. İffət, yanıma gəlib gedənlər içərisində səndən bətərləri olduğunu bilsən, çaşarsan. Keçən gün burada təsadüf etdiyin qızıldiş kişi saxtakarlıq üstündə 3 dəfə dustaqxanaya düşmüşdür. Sırağa gün gördüyün gözəl xanım yadındadırmı? Onun əri çox qəribə bir şəkildə zəhərlənib öldü. Qatil də meydana çıxarılmadı. 6 ay sonra həmin xanım öz sabiq kürəkəninə ərə getdi. Bu saat sən gələndə burada mənimlə danışan adam namuslu bir tacirdir. Məni də ki, Allah'a şükür, namuslu bir iş adamı tanıyırsan. Halbuki biz onunla bugün Allah rəhmətinə getmiş bir alacağlının vərəsəsinə para verməmək üçün çarə düşünürdük. O puldan təbii mənə də bir hissə düşəcəkdir. Bütün bu adamlar mən də daxil olmaqla mötəbər adamlardır. Heysiyyət və mövqe sahibidirlər. Məhkəmə, rəzalət, məhkumiyyət onlar üçün kiçik şeylərdir. Təşəkkür edirəm. Mənəvi qüvvəmi təmir edirsən. Onda mən də çox fikir eləmiyim. Elə çıxır ki, mən başqalarının qozbel olmağından təsəlli tapan qozbelə bənzəməliyəm. İffət, sənin əsli fəlakətin bilirsən hardan gəlir. Əvvəldən namuslu bir adam olmağından. Yoxsa bu hadisəni indiyə qədər unutmuş olar. Deyirsən də Cəlal. Yox bəs, sən elə bilirsən ki, bütün İstanbulun fikri zikri sənsən. Yaxşı, daha mən gedim. Sənin də işlərin var. İşlərim əlbəttə ki var. Ancaq sənin işin hamısından vacibdir. Sən zəif adamsan. Özün bir qərara gələ bilməyəcəksən. Otur danışaq. Mən zəif zat deyiləm. Əksinə. Yaxşı, lap əla. Onda təhsilinə davam et. Yox. Məndən daha hüquqşünas olmaz. Müəllim ol. Nə danışırsan Cəlal? Ləkəli adam necə müəllim ola bilər? Bir ticarətxanada iş istə. Sən tacir olsan, ticarətxanada keçmiş bir oğruya iş verərsənmi? Belə cavab verəcəyini bilirdim. Zəif adam da elə sənin kimisinə deyərlər. Utanmamaq böyük qüvvətdir, İffətcan. Gözəl dərslər verirsən. İffət, sən indi böhran keçirirsən. Zamanla bu yara da sağalar. Hələlik sənə bir iş tapmaq lazımdır ki, dolana biləsən. Yerdə qalanını sonra fikirləşərik. Cəlal, sənin səmimiyyətin mənə kifayətdir. Hələlik. Cəlal doğrudan da İffətə yalnız yoldaş deyil, lap bir ata olmuşdu. Onlar ayrıldılar. İstanbul çətin günlər yaşayırdı. Xədicə bibisi ilə Müzəffərin ara sıra ona hədiyyə şəklində elədikləri yardımı olmasaydı, lap acından ölərdi. Bəzi günlər ac qaldığını Cəlaldan belə gizlədirdi. Cəlal onu bu çətinlikdən qurtarmaq üçün çox çalışdı. Nəhayət, İffətə Cəlalın köməyi ilə Hüquq-i Millət qəzetində kiçik bir iş tapılır. Aradan bir müddət keçdi. Hüquq-i Millət qəzeti maddi böhran keçirdiyindən onu davam etdirmək mümkün olmur. İffət Teleqraf qəzetində işləməyə keçir. Yenə də eyni şövq ilə çalışmağa başlayır. Lakin Teleqrafla Səlamət-i Milliyyət qəzeti arasında şiddətli bir rəqabət mövcuddur. Bu iki qəzet hər gün bir-birinin əleyhinə sütun-sütun küfrlər yazırdı. İffət işə gələndə onu qəzetin əməkdaşlarından Səzai Əfəndi qarşıladı. Gördün bu Səlamət-i Milliyyənin rəzalətini? Yenə nə yazıb? Bugünkü nömrəni oxumamsan?
Xeyr, evdən gəlirəm. Onda heç oxuma. Mənə dair bir şey var? Tək sənə yox, elə hamımıza. Müdür üçün deməyə sözü qurtarıb, indi də bizə əl atıb. Bunların arasında bir də İffət adlı həbsdə yatmış məşhur bir oğru vardır. Hələ çox gənc yaşındaykən gecə böyük sərvət sahibi olan bir şəxsin evinə girərək arvad uşağı silahla qorxutmuş və kassanı yarmışdır. İffət, oğlum, özünə gəl. Bu hərifi onsuz da hamı tanıyır. Bu söhbət əsnasında qəzetənin müdiri içəri girir və söhbətə qarışır. Nə olacaq canım? Mənim haqqımda yazdıqları bundan da ağırdır. Bu alçağa yaxşı bir dərs vermək lazımdır. Mənim özümdən başqa kimsədən şikayətim yoxdur. Məni işdən azad edin. Uşaq olma. Mənim üçün görmürsən nələr yazır? Sabah sizin üçün elə bir şey yazacağam ki, bütün yaralarınızı sağaldacaq. Lazım deyil müdir əfəndi. Mənə yaxşılıq etmək istəyirsiniz. Qoy adım bir də qəzetə düşməsin. Yazdığı yalan deyil ki. İffət üçün yenə qara günlər başlayırdı. Qışın soyuğu, işsizlik bir tərəfdən, keçirdiyi ruhi sarsıntılar da bir tərəfdən. Küçədə bir tanışa təsadüf etdiyi zaman tez yolunu dəyişirdi. Ona elə gəlirdi ki, Səlamət-i Milliyyənin ifşa etdiyi oğru budur, deyə hər yerdə hamı ondan danışır. Müzəffərin hərdən bir göndərdiyi azca pulla ancaq ev kirayəsini verə bilirdi. Cəlal da İstanbulda değildi ki, ona təsəlli vereydi. İffətin bu halı 4 ay yarım çəkdi. Bir gün İffət evdə tək oturub dərin düşüncələrə dalmışdı. Birdən qapı açılır. İffət qapı ağzında durmuş Cəlalı görür. Gözləri dolur. Cəlal onu qucaqlayır. İffət! Cəlal, nə yaxşı. Səni axtarıram. Necəsən? Məktub ala bilmirəm səndən. Soruşma Cəlal. Bu müddət ərzində iş axtarmaqdan əldən düşmüşəm. Nə gizlədim? Çox vaxt sənə məktub göndərməyə də pul tapmamışam. Ac heyvanlar kimi yemək və ölməmək hissindən başqa bir duyğum qalmamışdır. Görürsən, necə xarab olmuşam. Qabaqlar səfalətimi səndən gizlədirdim. Heç olmasa biraz qürurum vardı. İndi heç bir şey qalmadı. Şüşə sərsərisi olub getmişəm. İnan ki, bu müddət ərzində lap pis adam olmağa da çalışdım. Həbsxana yoldaşlarımı axtardım. Ancaq heç bir pis iş görmədim. Daha doğrusu onu da bacarmadım. Sən necəsən? Nə qayırırsan? Məsləkimi dəyişdim İffət. Vəkilliyi bıraxdım. Ailəm bilirsən ki, böyükdür. Dolandıra bilmirəm. Ticarətə keçmişəm. Səni də bıraxan deyiləm. Birlikdə gedərik. Bizim şirkətdə sənə bir iş taparıq. Ertəsi gün Cəlal İffəti öz yanında işə düzəltdi. İndi İffət Koniyada Cəlal işləyən şirkətdə çalışır. Onun bütün məsləhətlərinə qulaq asırdı. Ancaq bir nəsihətini tutmaq əlindən gəlmirdi. Yaxşı bir qız tap, evlən İffət. Sən gözəl ailə qura biləcək bir adamsan. Oğul uşağın olar. Hələ yox Cəlal. Sonra baxaram. Belə deyərkən, İffət əsl fikrini Cəlaldan gizlədir, öz-özünə isə düşünürdü. Yox, əziz Cəlal. Ailə başçısı olmağa mənim haqqım yoxdur. Sən unudursan ki, mən damğalıyam. Ata, ana, uşaqlar
bir-birini ən təmiz hissilərlə sevməlidirlər. Mənim isə arvadımdan, uşaqlarımdan hörmət gözləməyə haqqım yoxdur. Axı mən ləkəliyəm. Düzdür. Artıq elə bil damğama alışmışam. Tanışlarımın da məni bir köhnə oğru kimi tanımalarının bir o qədər də fərqinə varmıram. Lakin arvadımın, uşağımın məni belə tanımalarına dözə bilmərəm, Cəlal. Bir gün İffət küçədən keçərkən ona elə gəldi ki, yanından keçən qara çarşablı xanım onun adını çəkdi. Elə bil qəlbi bir anlığa durmuş kimi oldu. O yanılmamışdı. İffət bəy, necəsən? Nə qədər şadım. Mən də. Bədiyə, sən necəsən? Bir şəhərdə yaşamalarına baxmayaraq, İffət nədənsə Vədiyəni bir də görə biləcəyinə ümid etmirdi. O, illərcə bu qadın üçün gülmüş, ağlamışdı. İndi isə onunla necə sakit danışırdı. Elə bil ki, çox uzaq tanışdılar. Ötəri əhval-pürsanlıqdan sonra ayrılıb hərə bir tərəfə gedəcəkdi. Lakin necə oldusa, İffət birdən heç özü də hiss etmədən Vədiyənin qarşısına keçdi. İndi hara gedirsən, Vədiyə? Nihadı getirməyə gedirəm. Bu ildən məktəbə qoymuşam. Həmişə dalsınca mən gedirəm. O biri uşaqlar necədir? Çoxdandır onları görmürəm. Niyə bəs? Bilmirsiniz, Cəmil Kərim bəyin indi başqa bir arvadı var. Bir yerdə olmuruq. Ayrılmısınız? Bir ilə söhbətimiz də olmayıb. Ancaq bir ildən bəridir qardaşımla oluram. Əran kəndindəyəm. Mən gedim İffət. Tramvay da gəldi. Bu görüşlə İffətin qəlbindəki yara yenidən açılmışdı. Axşama kimi sərsəm-sərsəm ötədə bəridə dolaşdı. Ona elə gəlirdi ki, Vədiyəyə aid olmayan heç bir şey haqqında düşünmək iqtidarına malik deyildir. Aralıq qaranlıqlaşanda çalğılı kazino bağçalarından birinə girib pivə istədi. Sonra keçib bağçanın qaranlıq bir güşəsində başını əlləri içərisinə alaraq oturdu. Uşaq kimi gözündən axan yaşları belə hiss etmədən çalğı və içkinin verdiyi həyəcan içində xəyal kaşanəsi qurmağa başladı. Elə bilirdim ki, Vədiyəni unuda bilmişəm. Onu gördüyüm zaman elə bir təsir duymadım deyirdim. Ancaq indi başa düşürəm ki, mənim üçün dünya üzərində Vədiyədən başqa qadın yoxmuş. O da mütləq məni unutmamışdır. Unutmaq nədir? Bəlkə ayrı olduğumuz zamanlar daha artıq sevmişdir. Ondan ötürü nələr çəkdiyimi bilir. Bilir ki, mən ondan ötürü hamının nəzərində damğalı bir oğru oldum. İndi Vədiyə sərbəstdir. Evlənməyimizə heç bir maneə təsəvvür etmirəm. İndi biz bir-birimizi ölüncəyə qədər sevəcəyik. Başqaları mənim üçün qoy nə deyirlər desinlər. Dünyada ən çox sevdiyim bir adam mənim nə olduğumu bildikdən sonra bunun heç bir əhəmiyyəti yoxdur. Belə olanda bəlkə bir gün bu oğurluq hadisəsinin həqiqəti də meydana çıxdı. Vədiyə mənə yaxşı bir yoldaş ola bilər. Bu qərarımdan dönə bilmərəm. Mən Vədiyə ilə bir də görüşməliyəm. Bir neçə gün sonra onlar bir də görüşdülər. İffətin Vədiyəyə deyəcək o qədər sözü vardı ki,
Lakin görüşdükləri zaman İffət hiss etdi ki, bu sözlər xəyalında bəslədiyi vədiyə deyilə bilərdi. İndi ondan sadəcə nə istədiyini soruşan, tez-tez qolundakı saata baxan bu sakit və yad qadının həmin vədiyə ilə heç bir əlaqəsi yoxdur. Bu qadın artıq İffətin əvvəl sevdiyi vədiyə deyildi. Bununla belə İffət ona böyük bir ciddiyyətlə evlənmələrini təklif etdi. Vaxtilə bir-birimizi sevdik. Bu qədər xatirələrimiz var. İndi siz də sərbəstsiniz. Yaxşı bir ailə qura bilərik. Mən axı sizə nisbətən xeyli yaşlıyam. Evlənməyimizdən bilmirəm nə fayda gözləyirsiniz. Bir zaman bir-birimizi az mı istəyirdik? Vədiyə. Düzdür, ancaq indi məni yenə o cür sevdiyinizi iddia edə bilməzsiniz. O vaxt bir dəlli getdik. Nəticədə gördünüz ki, başınıza nə gəldi? İndicə sizə yaşlı başlı bir qadın olduğumu söylədim. Siz də təbii əvvəlki İffət bəy deyilsiniz. Bugün evlənməyimiz də bir dəlillik olar. Mən elə düşünməmişdim. Oğlum artıq böyümüş, yaxında yetişmiş bir gənc olacaq. Onunla əlaqədar təbii bir çox vəzifələrim var. İffət hiss edirdi ki, bunlar hamısı bəhanədir. Nəhayət o, vədiyəyə əsl səbəbi söylətməyə müvəffəq oldu. Başınıza elə hadisə gəldi. İndi biz birləşərsək, nə deyərlər? Vədiyə xanım ərinin kassasını yaran damğalı bir oğluya ərə getdi deyərlər. Eləmi? Xanım, siz ki həqiqəti bilirsiniz. Düzdür, ancaq tək mənim bilməyimdən nə çıxar? Cəlil Kərim bəyin daima təkrar etdiyi bir söz vardı. Deyərdi ki, bir şeyin sayə olması vaqe olmasından bədlərdir. Evlənməyimiz bizim ikimizi də pis vəziyyətdə qoyar. Bu bir neçə sözdə İffət vədiyənin bütün ruhunu görürdü. Titrəyərək ayağa qalxdı. Sizə zəhmət verdim, Vədiyə xanım. Artıq danışılacaq bir sözümüz qalmadı. Gedim mən. Sağ ol. Sağ ol. Vədiyə bir kərə də olsun İffətin üzünə baxmağa cəsarət etmədən uzaqlaşıb getdi. Həyatımı bir vəhmə qurban etmişəm. Görkəmli türk yazıcısı Rəşad Nuri Güntəkinin Damğa povestinin radyo tamaşasını dinlədiniz. Əsas rolları SSR xalq artisti Hökümə Qurbanova, Azərbaycan SSR xalq artistləri Ağadadaş Qurbanov, Sona Hacıyeva, Həsənağa Salayev ifa edirdi. Aparıcının sözlərini Azərbaycan SSR xalq artisti Məhluqə Sadıqova oxuyurdu. Əsər 1959-cu ildə lentə alınıb.